Çünki bugünkü gündə, bugün mənə mağaza sahibi mənə maaş verirsə, mən onun paltarını təqdim edirəmsə, mənim saçımda, başımda, normal qadın kimi makyajımda yerində olmalıdır. Mənim işim bunlardan keçirsə, ya mənim bacım qızı xəstəxanada olsun, ya evdə olsun. Yəni bu mənim işimdir. Mən ailə saxlayıram, uşaq saxlayıram. Nə dəxli var ki? Mən 8 günün içində 3-4 tədbirə çağırıldım. Toy, ad gün, hansı ki onlar mən gəlib xeyir işimdə ürəcə iştirak eləyiblər. Mən onlara uşağımıza görə gedə bilmədim. Siz durub toy yiyəsinə yazırsınız ki, nə oldu bəs Nərminlə can deyib canı eşidirdi. Toy yiyəsi dedi ki, bəs sən dünən Nərminin bacısı qızını paylaşmışsan. Nərminə yaraşar durub toya gəlmək. Ay özünüzə biraz hörmət eləyin, qadınsız. Az onbun qeybətini eləyin. Qeybətə qalanda hamımızın hər şeyini mən də bilirəm. Mən də danışaram. Mən də sizin haqqınızda çox gözəl çıxışlar eləyərəm. Lazım deyil mənə. Vallahi heç mən sizi normal vaxtda izləmirəm. Nəinki sizin söhbətinizi eləyim. Çox da maraqlı